Salam, MRT rəyinizdə protrüziya, ekstruziya və yaxud da sekvester yırtıq yazılıbsa, dərhal qorxmayın. Bunlar disk yırtığının fərqli mərhələləridir. Protrüziya dediyimiz şey diskin qabarması, ekstruziya dediyimiz şey qabarmış diskin yırtılması və iç möhtəviyyatın çölə çıxmasıdır. Sekvester yırtıq dediyimiz şey isə diskin qabaran hissəsinin diskdən tamamilə qoparaq onura kanalın içinə düşməyidir. Bu durumda nə zaman əməliyyat olmalıyam, nə zaman konservativ müalicə ilə davam etməliyəm sualına isə nevrolojik bulğular cavab verir. Yəni əgər xəstədə bunlardan hər hansısa biri varsa, bu dərhal əməliyyat demək deyil. Xəstənin müayinəsində əgər ayaqlarda gücün itməyi, cinsi zonada keymələr və sidik qaçırtma kimi problemlər varsa, biz dərhal neyrocərrah məsləhəti buyururuq xəstəyə və böyük ehtimalla da bu xəstələr əməliyyatla sağlamlıqlarına qovuşurlar. Ancaq bu şikayətlər yoxdursa, yırtığın ölçüsündən asılı olmayaraq konservativ müalicə ilə xəstələri sağlamlığına qovuşdurmağa çalışırıq.